Salam əziz izləyicilər, mən Günay Həsənova. Bugün sizə 26 oktyabr tarixində kursulumuzda keçirilmiş sınaq imtahanından Azərbaycan dili suallarının izahını verəcəm. Demək, birinci sualda bizə yazılır ki, ekologiya sözündə vurğu neçənci hecəyə düşür? Dedik ki, İ-Ya-T-K, İ-K bu qaydalar varsa vurğu bunlardan əvvələ düşəcək. Vurğu düşəcək üçüncü hecanın üzərinə. Variant. İkinci, hansı cümlədə mənsubiyyət şəkilçili söz işlənmir? Doğruluğun fikrindən bir adam keçirdi. Yiyəlik var. Fikrindəki i mənsubiyyətdir. Ona görə A olmaz. Vətənimin seyrinə çağırıram elləri. Vətənimin seyri i mənsubiyyətdir. Ona görə B-də də var. Türkün dili tək. Türkün yiyəlikdir. Dili sözündəki i mənsubiyyət. Ona görə C-ni də seçin. El bilir ki, sən mənimsən. Demək, düzgün cavabımız D variantıdır. Burada mənsubiyyət yox. Şəxs əvəzliyindəki ım şəkilçisi hal şəkilçisidir. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişə bilməz. Qalx ayağa odlar yurdundakı o mənsubiyyət. 3. Uzaqdan qəmərin qaraltısı göründü cümləsinin təhlili ilə bağlı hansı fikir səhvdir? Demək, nəqli cümlədir. Bəli, məlumat məqsədlidir. Şəxssiz cümlədir. Əslində heç bilməsək belə, D variantında müəyyən şəxslə, B-də şəxssiz. Necə ola bilər ki, cümlə həm şəxssiz olsun, həm müəyyən olsun? Qəmərin qaraltısı görünürdü, nə? Mübtədə var. Ona görə şəxssiz cümlədir. Bu səhv fikir. Cavabımız olacaq B. Nəqlidir, mübtədə quruluşca mürəkkəbdir. Düzdür. Qəmərin qaraltısı üçüncü növdür. Müəyyən şəxslidir, bəli, mübtədəsi var. Feili xəbərlidir, görünürdü, bəli, feili xəbər. Demək, düzgün cavabımız şəxssiz cümlədir, fikri səhv fikirdir. Hansı amonimlər həm də termindir? Demək, incini termin kimi götürə bilmirik. Sonra yazı termin kimi götürə bilmirik. Sonra jurnalı götürə bilməliyik burada. D variantında köçü termin kimi götürə bilmirik. Belli də termin kimi götürə bilmirik. E variantında qoşma, zərf, sifət həm termindir, həm də amonim kimi, yəni termin kimi işlədə bilirik. Amonimli terminləri amonim kimi işlədə bilirik. Yəni həm nitq hissəsi kimi işlədə bilirik, həm də digər söz kimi. Hansı sözdə nöqtələrin yerinə m hərfi yazılmalıdır? Günbəz gün sözündəndir. Qumbara mıdır? Qum sözü ilə yadınızda saxlayın. Düzgün cavabımız B. Minbər min sözü ilə. Yoğunluq geniş mənasında belə yadınızda saxlayın. Anbarda anlamlı ilə olacaq. Mürəkkəb zərf işlənməyən cümləni müəyyən edin. Bu saat nə zaman mənim yanıma gəlməlisən? Bu saat mürəkkəb zərfdir. Hər gün dərs oxuyur, hər gün mürəkkəb zərfdir. Bir qədər ağladıqdan sonra bir qədər zərfdir, mürəkkəbdir. Bu günü hərdən bir xatırlayıram. Bu saat atamdan mənə yadigardır. Bu gün zərf, hərdən bir zərfdir. Nə zaman? E variantında isə bu saat atamdan mənə yadigardır. Hansı saat? Bu saat bu ayrı-ayrılıqdadır. Yəni mürəkkəb zərf yoxdur E variantında. 7. Bir əsər, tamaşa, konsert, kinofilm, təhlil, tənqid, ehtiva edən məqalə, yazı, resenziyadır. Təhlil, tənqid, fikir bildirirsə olacaqdır. Düzgün cavabımız B variantıdır. Leksik şəkilçi olan sözü müəyyən edək. Evindədir, yoxdur burada. Sonra bağdan bağış, bağışdan da bağışlı olmaz. Dindən dinlə olmaz, sadədir. Yaz, yazı, burada leksikdir, düzgün cavabımız dedi. Dağdan da dağlı olmaz. Təmizləmək, təmizkarlıq, təmizləyici. Hansı nitq hissələrindən yarandığını ardıcıllıqla göstərək. Sözün kökü təmizdir. Təmizdən təmizlə, təmizləməkdən təmizlənmək. Təmiz, təmizkar, təmizkarlıq, təmiz, təmizlə, bir də təmizləyici. Hansı nitq hissəsindən yaranıb deyəndə sonuncu leksik şəkilçidən əvvələ baxırıq. Təmizləmək feilindən yaranıb. Birinci feildir. Təmizkarlıqdan əvvələ baxıram. İkinci sifətdir. Təmizlə feildir. Demək, feil, sifət, feil olan variantımız, düzgün cavabımız C-dir. Ananın laylası, atanın sazı, babanın yurdu çıxdı yadında. Verilmiş nümunədə hansı ismi birləşmə, hansı cümlə üzvünün həmcisliyi işlənir?
Ananın laylası, atanın sazı, babanın yurdu üçüncü nöqtəyinin söz birləşməsidir. Və nə çıxdı yadımdan? Mübtədədir. Düzgün cavab. Üçüncü nöqtə və mübtədədir. 11. Hansı cümlədə o əvəzliyindən sonra vergül qoyulmalıdır? O ki, bu işdə günahkar deyil. Odan sonra demək, köməkçi nitq hissəsi gəlib, ədat gəlib. Odan buradan sonra köməkçi nitq hissələri gələrsə vergüldən istifadə etmir. Modal söz istisnadır. Modal söz gələrsə vergüldən istifadə edilir. O illəri, o bu hansı sualına cavab verirsə vergül olmaz. O lap qocalıb əldən düşmüşdü. Odan sonra ədat gəlib yenə olmaz. Düzgün cavabımız deyildi. Odan sonra zərf gəlib. O millət ki, hansı millət? Hansı sualına cavab verir deyə E variantında da vergüldən istifadə etməyəcəyik. Təkrar edirəm. O və bu əvəzlikləri mübtədə yerində işlənərsə, özündən sonra isim, sifət, say, zərf, feilli sifət, modal söz gələrsə vergüldən istifadə edirik. Əsas nitq hissələrindən əvəzliklə feil gəlirsə vergül olmaz. Və bir də hansı sualına cavab verəndə vergüldən istifadə etmirik. Feilli sifətin işləndiyi cümləni müəyyən edin. Titrək necə? Bu sifətdir. Titrəyib olub titrək. Titrə feilindən titrək sifəti yaranır. Dalaşan dedim ki, feilli sifətlə sifəti fərqləndirmək üçün ma inkar şəkildə artıraq dalaşan dalaşmaya. Çalışqan sifətdir. Çalış feilindən yaranır. Gülümsəyərək feili bağlamadır. Bu barədə düşünərək feili bağlamadır. Ona görə düzgün cavabımız B. 13. Ədatın müxtəlif məna növlərinə aid nümunə istəyir bizdən. Hansı cümlələrdə ədatın müxtəlif məna növlərinə aid nümunələr işlənmişdir? Hətta avtomobil təmiri idarəsində yenicə işə düzəldik. Məhz bugün rayona getməlisən. Məhz var, bir də ha var. Sonra, baxaq ki, elə indi bütün fikirlərinizi məhz var, elə var. Kaş bu işdə ancaq məni günahkar bilməyə. Kaş ancaq. Bax, tapşırıqlarımı gətir, ha var. Yəni, bu işi səndən yaxşı görən varmı? Mı var, yəni var. Demək, bizdən müxtəlif məna növlərini istəyir. Ona görə birinci altını siləcəm. Çünki altıncı sualda hər ikisi sual əvəzliyidir. Cavabım qalacaq nə? 2 variant qalır. 2 ilə 4. Məhzlə ha var. Bir də çaşla ancaq var. Fonetik normanın pozulduğu cümlələri müəyyən edin. Demək, fonetik normanın pozulması nə deməkdir? Sözün yazılışında səhvə yol verirsə, durğu işarələrini buraxırsa, fonetik norma pozulur. Ördəklərin çoxu göldə üzməyə başladı. Burada fonetik norma pozulmayıb, yazılışda heç bir səhvə yol verilməyib. Görəsən, ağılımız 2-də səhvə yol verir. Çünki mənsubiyyət gəldiyinə görə insan bədən üzvlərinə aid olan sözlərə, saitlə başlayan hal şəkilçisi qoşanda son hecadakı sait düşmür. Mənsubiyyət gələndə bu düşməli düşməyib. Demək, 2-də fonetik norma pozulub. Yığılın, yığılın başıma dostlar. 3-də yox. Bir anlıq dayandı, özünü yaxınlıqdakı olmalıdır. Baxın, 2 dənə n-nı veribdir. 3, 4-dədir bir də. Çatışmamazlıq sözündə bir sözdə 2 inkar ola bilməz. 5-də var. Sonra, layihə sözündə səhv yazılır. Layihə olmalıdır. Demək, 6. 2, 4, 5, 6. Əvəzliklərin məna növünə görə düzgün ardıcıllığı müəyyən edir. Baxaq, alı kişi həmin madyanları nişanlayır. Həmin əvəzliyi işarədir. Ki gələcək birinci. Koroğlu vuruşmağa başlayanda hamı qaçır. Hamı qeyri-müəyyən əvəzliyidir. Sonra 5 gələcək. Nigar xanım ona bir məktub yazır. O şəxs əvəzliyidir. 4 gələcək. 2, 5, 4. Sonra baxaq. Eyvaz bütün sınaqlardan üzü ağ çıxır. Demək, növbəti gələcək. Təyini. Bütün təyinidir. Sonra, nalbənd hansı nalı verirsə, Koroğlu mum kimi əzir. Hansı da sual gələcək. Sonra da 1.
Değil mi? 2, 5, 4, 3, 1. Düzgün cevabımız A variantı. Bu kadar yoldaşlar.